Masallıda 10-11-ci siniflər üçün təmayül tədris modeli tətbiq ediləcək. Təmayül tədris modeli nədir? Bilirsiniz ki, abituriyentlər universitetlərə hazırlaşarkən 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci qruplar üzrə imtahanlar verirlər. Fən seçimləri əvvəlcədən olur. Təmayül məktəbləri, yeni yaradılan məktəblərdə isə birbaşa ixtisası üzrə şagirdlərlə hazırlıqlar keçirilir. Bu həm orta məktəbdir, həm də ki bildiyimiz repetitor fəaliyyətidir. Çünki bizim bunu qeyd etməliyik ki, bütün uşaqlarımız hansı məktəbdə oxumağından asılı olmayaraq repetitor yanına gedirlər. Amma burada fərqli bir iş yaradılır ki, müəllimlər özləri, seçilmiş müəllimlər özləri həm də onlar üçün repetitor əvəzi sayılırlar. Biz əlavə xərclər eləmirik, bu birbaşa dövlətin hesabına olacaq. Bu həmin məktəblər Masallı şəhər 3 nömrəli tam orta məktəbi və Bədalan kənd tam orta məktəbi üçün nəzərdə tutulub. Həmin məktəblərdə olacaq, amma Masallıdan bütün 9-u bitirmiş, 10-cu sinifi bitirmiş şagirdlər ora müraciət eləyə bilərlər. Onların 9-cu sinifdə oxuyub bitirənlər 100 baldan yuxarı olanlar müraciət eləyə bilərlər. Belə deyək də, əlaçı şagirdləri yığıb rayonun ən qabaqcıl müəllimləri onlara tədris keçəcək. Biz müraciət elədik bununla bağlı. Ərkivanda da belə bir məktəb tətbiq edilsin. Çünki Ərkivanda 5 məktəb vardı. Digər yaxın kəndlərdən də bu məktəblərə gələ biləcək şagirdlər var idi. Müraciətimiz nəzərə alınır. İnşallah yaxın gələcəkdə Ərkivanda da sevindirici bir xəbər alacağıq. Digər sevindirici xəbərimiz isə Ərkivanda 1 nömrəli Cəfər Cabbarlı adına məktəbdə təmir işlərinin başlanmasıdır. Bu işlər başa çatandan sonra çox güman ki, həmin məktəblərdən biri də elə Ərkivanda həmin məktəbdə, Cəfər Cabbarlı adına məktəbdə olacaq. İndi mənim çıxışım, bilirsiniz ki, mən Ərkivan Xeyriyyə Cəmiyyətinin də sədriyəm. Biz təhsilə önəm veririk. Mən həm jurnalist kimi də elə 1 nömrəli məktəb üçün çox əziyyətlər çəkdik, onu mətbuatda qabardıq və indi təmir işləri görülür. Mənim öz qızım da 9-cu sinifi bitirib 10-cu sinifdə təhsil alacaq. Mən övladımı 3 nömrəli orta məktəbə həmin yeni tədris planına uyğun olaraq qeydiyyatdan keçirirəm və sizə də çağırış eləyirəm ki, gəlin, hər biriniz Ərkivanda olanlar, qonşu kəndlərdə olanlar, siz də müraciətlər eləyin, məktəblərinizə müraciətlər eləyin, qeydiyyatdan keçsinlər, uşaqlar keçsin. Onlar məktəbdə tam təhlükəsiz vəziyyətdə, tam rahat formada təhsil alacaqlar. Burada təhsil aldıqları müddətdə bunlara repetitorlar